Hər vaxtınız xeyir. Gəlin, bugün çox maraqlı, eyni zamanda bir o qədər də mübahisəli bir mövzuya toxunaq. Hamımızın beynində canlanan bir obraz var. Qədim türk qadını. At belində, əlində qılınc, kişilərlə çiyin-çiyinə döyüşən, hökm sürən bir qadın. Bəs bu obraz nə dərəcədə həqiqəti əks etdirir? Gəlin, bu məsələnin dərinliyinə enək və mifi reallıqdan ayırmağa çalışaq. Elə ilk sualımız da budur. Düzü, bu sual çox iddialı səslənir, hə? Filmlərdə, kitablarda, hətta sosial şəbəkələrdə. Hər yerdə görürük o güclü, azad türk qadınını. Yaxşı, bəs bu təsvir, yəni at belindəki o döyüşçü kraliçalar, həqiqətən də tarixi bir reallıqdır. Yoxsa bu sonradan yaradılmış gözəl bir mifdir? Yaxşı, gəlin başlayaq. Bu mifik keçmişdən danışaq. Deməli, çox geniş yayılmış bir fikir var ki, güya İslamdan əvvəlki türk mədəniyyətində tam bir gender bərabərliyi olub. Yəni, bu təsəvvürə görə qadınlarla kişilər tamamilə eyni hüquqlara, eyni statusa sahib imişlər. Baxın, Ziya Gökalpın bu sözləri əslində bu romantikləşdirilmiş təsəvvürün, yəni bu məşhur mifin özüdür. Hər şeyi çox qəşəng xülasələyir. Amma əsas sual budur. Bu fikir hardan gəldi? Niyə birdən-birə belə bir keçmiş obrazı yarandı? Deməli, bir fikrin doğuşu. Yəni, bu güclü, bu təsirli fikir necə yarandı? Bu, sadəcə unudulmuş bir tarixi həqiqətin üzə çıxmasıydı. Yoxsa arxasında başqa bir məqsəd var idi? Və belə görünür ki, bu rivayətin arxasında duran əsas adam Ziya Gökalp'dı. Bilirsiniz, Gökalp sadəcə bir yazıcı değildi. O, Osmanlı İmperiyasının çöktüğü, yeni bir respublikanın doğulduğu o çalxantılı dövrün, o böyük sosial dəyişikliklər dövrünün, demək olar ki, ideoloji memarlarından biriydi. İndi gəlin biraz tarixə baxaq. Baxın bu zaman xəttinə. Osmanlı zəifləyir, inqilab olur, yeni bir cumhuriyyət yaranır. Və məhz bu ərəfədə Gökalp öz əsərini yazır. Siyasi motivasiya o qədər aydındır ki, məsələ nə idi? Gökalp və onun həmfikirləri qərb tipli sosial islahatlar aparmaq istəyirdilər. Məsələn, qadınlara daha çox hüquqlar vermək. Amma bunu xalqı necə qəbul etdirəcəkdilər? Bax, yolunu tapmışdılar. Deyirdilər ki, bu qərbdən gələn yad bir şey deyil, əksinə bu bizim öz unudulmuş əsl türk kimliyimizə qayıdışdı. Yəni, bir növ keçmişi bugünün məqsədləri üçün yenidən yaradırdılar. Oldu. Deməli, mifi gördük, onun yaranma səbəbini də az-çox başa düşdük. Yaxşı, bəs reallıq? Gəlin indi dəlillərə keçək. Tarixi mənbələr, əsl qeydlər, bu siyasi hakimiyyət məsələsi barədə nə deyir görəsən? İndi ekrandakı müqayisəyə bir baxın. Sol tərəfdə Ziya Gökalpın mifi, hökümdarın fərmanı ancaq xaqan və xatun əmr edir ki, deyə başlayanda keçərli olurmuş. Sağ tərəfdə isə ondan əsrlər əvvəl yaşamış Mahmud Kaşğarinin yazdığı bir atalar sözü. Xanın əmri varsa, xatunun əmri keçərsizdir. Yəni, bu inanılmaz bir təzad deyilmi? Bir tərəfdə tam bərabərlik iddiası, digər tərəfdə isə tamamilə əksini deyən bir tarixi qeyd. Bu da onu göstərir ki, məsələ heç də o qədər sadə deyilmiş. Yaxşı, onda sual ortaya çıxır. Xatun, yəni kraliça, xaqanla bərabər hüquqlu bir tərəfdaş idi, yoxsa yox? Cavab sadə bir hə və ya yox deyil əslində. Mənbələr göstərir ki, vəziyyət daha mürəkkəbdir. İşin içində çox fərqli detallar var. Gəlin biraz detallara enək. Bəli, soylu qadınların yüksək statusu olub, hətta mülkləri də olub, İbn Bətuta bunu yazır. Amma, məsələn, Rubruklu Wilhelm deyir ki, xanın yanında oturan arvadı sadəcə onun əvvəlki gecəni birlikdə keçirdiyi qadın idi. Yəni, status daimi olmaya bilərdi və daha dəhşətlisi, bəzi ənənələrə görə xan öləndə arvadını da onunla birlikdə dəfn edirdilər. Düzdür, 8-ci əsrdə Şahzadə Ninguya bundan bir təhər canını qurtara bilib, amma belə bir adətin olması özü çox şey deyir. Deməli, hörmət var idi, amma hakimiyyət mütləq deyildi və qadınlar ciddi patriarxal qaydalara tabe idilər. Yaxşı, siyasi həyatı kənara qoyaq, bəs gündəlik həyat, ailə, evlilik. O bərabərlik ideyası buralarda üzünü göstərirdi. Yenə Gökalpın mifini və tarixi qeydləri üz-üzə qoyaq. Mif deyir ki, türklərdə ancaq bir zövcü ola bilərdi, qalanları cariyə idi. Amma etnoqrafik tədqiqatlar, məsələn, yakutlar və qazaxlar üzərində aparılan araşdırmalar göstərir ki, heç də elə deyil.
Bir kişinin bir neçə arvadla evlənməsi, yəni poliginiya, hələ Rus və İslam təsirindən çox-çox əvvəl yayılmış normal bir adət idi. Tarixçi Fanny Davis'in bu sözləri, məncə, məsələni çox dəqiq ifadə edir. O deyir ki, düzdür, köçəri türk xalqları qadınlarını dörd divar arasında gizlətmirdilər. Amma bu heç də o demək deyil ki, bir kişinin ancaq bir arvadı olmalıydı. Yəni, qadının ictimai həyatda görünməsi, patriarxal bir sistemin olmaması demək deyildi. Və daha bir təəccüblü fakt. Bir çox türk cəmiyyətində belə bir qayda var idi. Ata öləndə, oğlu öz anası xaric, atasının digər arvadları ilə evlənməli idi. Düşünün bir, bu nə deməkdir? Bu, həm irsin, həm də ailənin necə də ciddi bir patriarxal nəzarət altında olduğunun ən bariz göstəricisidir. Gəlin daha konkret bir nümunəyə baxaq. Yakut türklərində yeni gəlin üçün kinnitti deyilən qaydalar var idi. Bir dinləyin. Gəlin, qaynatasının ocağının qarşısından keçə bilməz, yüksək səslə danışa bilməz, qaynatasına adı ilə çağıra bilməz və ən ağlasığmazı, ilk 7 il ərzində gəlin özünü nə qaynatasına, nə də qayınlarına ümumiyyətlə göstərməməlidir. Bu qaydalar ailə içindəki o sərt iyerarxiyanı və bir qadının azadlığının nə qədər məhdud olduğunu çox aydın şəkildə ortaya qoyur. Yaxşı, gəlin bütün bu faktları toplayıb bir nəticəyə gəlməyə çalışaq. Məsələyə biraz fərqli bir pəncərədən baxaq. Görək bu praktiklik, patriarxat nə deməkdir və sonda bizi hansı nəticə gözləyir? Bəlkə də hər şeyin açarı budur. Köçəri qadınların o məşhur azadlığı əslində ideoloji bir seçim yox, sadəcə praktik bir zərurət idi. Bir düşünün, kişilər ovda və ya döyüşdə olanda düşərgəni kim qorumalı, təsərrüfatı kim idarə etməli idi? Əlbəttə ki, qadınlar. Bu səbəbdən bacarıqlı, fəal, yeri gələndə silah tuta bilən qadınlara ehtiyac var idi. Və bu təkcə türklərə xas bir şey deyildi. Skiflər, sarmatlar kimi demək olar ki, bütün köçəri cəmiyyətlərdə vəziyyət az-çox belə idi. Beləliklə, gəldik yekun mənzərəyə. Bir tərəfdə qadınlar cəmiyyətdə daha çox görünürdü, düşərgə həyatında fəal idilər. Amma digər tərəfdə evlilikləri kişi qohumları təşkil edirdi, onlara qarşı sərt davranış qaydaları var idi və çoxarvadlılıq normal sayılırdı. Deməli, əsas nəticə nədir? O dövrün türk cəmiyyəti öz təməlində patriarxal bir cəmiyyət idi. Sadəcə köçəri həyatın məcburiyyətləri qadınlara oturaq cəmiyyətlərdə yaşayan qadınlarla müqayisədə bir qədər daha çox azadlıq və məsuliyyət verirdi. Vəssalam. Və sonda, gəlin bu izahımızın əsaslandığı mənbənin gəldiyi ən son və bəlkə də ən çox mübahisə yaradacaq nəticəsinə baxaq. Burada vurğulamaq istəyirəm ki, bu məhz araşdırdığımız məqalənin irəli sürdüyü iddiadır. Həmin məqaləyə görə İslam qadınların statusunu azaltmayıb, əksinə, onlara əvvəllər sahib olmadıkları bəzi konkret hüquqlar, məsələn, miras və boşanma hüququ verib. Bu, əlbəttə ki, bayaqdan danışdığımız o məşhur miflə tamamilə ziddiyyət təşkil edən bir fikirdir. Bütün bunlardan sonra mən sizi bir sualla tək buraxmaq istəyirəm. Biz keçmiş haqqında danışdığımız hekayələri niyə danışırıq? Bu hekayələr bugünümüzə, bugünün ehtiyaclarına necə xidmət edir? Bu sual üzərində düşünməyə dəyər. Çünki tarix bəzən sadəcə keçmiş haqqında deyil, həm də bugünümüzü və gələcəyimizi necə formalaşdırmaq istədiyimiz haqqındadır. Diqqətiniz üçün çox sağ olun.